Salam. Bu videomuzda yine abituriyentler üçün Word 2010 proqramını, Microsoft Word 2010 proqramının insert tabı haqqında məlumat alacağıq. Yenə əvvəlcə bir qələmlə bunları işarə edəcəyəm. Baxın, insert tabı bölümlərini görürük. Pages qrupudur, tables qrupudur, illustrations qrupudur, links, header and footer qrupu, text qrupu, bir də symbols qrupu. Bu şəkildə qrupları var. Bu qrupların adlarını müəyyən qədər yadda saxlamaq lazımdır. Yenə, məsəl üçün, sual oluna bilər. Illustrations qrupu hansı tabda yerləşir deyə sual verə bilər və ya təklifdə göstərilər, yaza bilər. Tutaq ki, yazar ki, text qrupu insert tabında yerləşir. Doğrudur, yanlışdır kimi seçimlər də eləyə bilərsiniz buradan. Yəni, belə testlər ola bilər, yəni görə bilərik. Nə qədər önəmlidir, önəmli deyil, bu başqa mövzudur, amma belə testlər ola bilər. Başlayaq ilk Pages qrupundan və Pages qrupunda mən 3 dənə komanda görürəm. Cover Page, Blank Page, bir də Page Break. Bunlardan söhbət edirəm, baxın. Bu üçündən. Cover Page nədir? Səhifə üzüdür. Yəni, səhifəyə biz burada deyək ki, bizim sənədimizə, biz bir dənə faylımıza üz əlavə eləyə bilərik. Orada müəyyən məlumatları daxil eləyə bilərik. Təbii ki, cover page seçsək, bu harada yerləşəcək? Sənədin əvvəlində, yəni məntiqi olaraq burada yerləşməlidir. Baxın, buranı açdım. Burada hazır belə cover page'lər var. Hansını seçəcəksinizsə, onun üzərində bir dəfə vurmaqla bu şəkildə seçə bilərsiniz. Baxın, mətnimiz qaldı aşağıda, cover page bu hissəyə düşdü. Burada gördüyünüz bu şablondur. Şablonda olan bu yazıları siz dəyişə bilərsiniz. Yəni, öz işinizə uyğun olaraq buradan əvəzləyə bilərsiniz bunları. Blank page nədir? Boş səhifə əlavə eləyir. Məsələn, deyək ki, mən burada durmuşam. Bu yazını yazmışam yazmağa, amma bundan qabağa bir blank page əlavə eləmək istəyirəm, boş səhifə. Belə, bu şəkildə bura boş səhifəni əlavə eləyə bilərəm, üzərində işləyə bilərəm. Hökmü deyil ki, önə əlavə eləyim, yəni sona da əlavə eləyə bilərəm. Burada bir yerdə duraram. Onsuz da mən belə deyək, enter vura-vura belə, enter sıxa-sıxa geçsəm, vərəq bitdikdən sonra avtomatik olaraq yeni səhifə açır. Amma mən birbaşa istəyirəm ki, boş bir dənə səhifə açım. Onda buradan blank page deyib, baxın, burada boş səhifəni bu şəkildə əlavə eləyə bilərəm bura. Tabımın adı insertdir, yəni əlavə etmək. Bu şəkildə yadımı saxlayacağım. Yəni, burada nə görürəmsə, hansı komandaları, əmrləri görürəmsə, onlar vasitəsilə nə isə sənədimə əlavə edirəm. Yəni, bunu yadımda saxlayıram. Page Break burada səhifəni sonlandırır. Baxın, mən deyək ki, bir Ctrl-Z deyim. Fərz eləyək, mən burada belə deyək, bir yazı yazıram. Məsələn, deyək ki, nə bilim, bir atalar sözü yazıram və ya aforizm yazıram. Bir kərə Azərbaycan dilində yazıram. Bir kərə yüksələn bayraq, bir daha enməz deyə yazdım. Bunu yazandan sonra bu səhifəni sonlandırıb yeni bir səhifəyə keçmək istəyirəmsə, yəni yazını oradan davam eləyəcəm. Yenə deyirəm, bu enter deyə də düşə bilərəm. Və page break deyərəm. Baxın, düşdüm bura. Yazım haradadır? Baxın, buradadır. Yəni, burada səhifəni sonlandırdım və keçdim hara? Yeni bir səhifəyə və yazım buradan görsənir. İndi burada yazı var deyə birbaşa biz yazını görürük. Amma fikirləşin ki, boş vərəqdir. Siz birinci vərəqdə bu sözü yazdınız. Romanlarda zaten görünür. Məsələn, birinci səhifəsində yazı yazılıb. Bir dənə, bir sətirli bir yazı var. Bütün səhifə boşdur və keçilib ikinci səhifəyə. Bu keçidi, yenə deyirəm, page break-lə daha rahat etmək mümkündür. Keçib buradan yenidən yazısı yaza bilərsiniz. Bura oldu Pages qrupu. Tables qrupuna baxıram. Tables qrupunda mən demək, sənədimə, mətn sənədimə cədvəl əlavə eləyə bilərəm. Burada bir neçə cür cədvəl əlavə eləmə imkanı var.
Yəni bu imkanlar burada var. İstifadə edə bilərəm. Mən burada bu boşluqda dayandım, baxın. Burada birinci insert table bir burada görürəm uşaqlar. Bir də burada görürəm. Baxın, insert table var. Bu yuxarıdakı insert table, baxın, lap sonunda dururam ki, görsənsin. 10-un 8-ə mənə cədvəl düzədə bilir. Yəni 10 sütun 8 dənə sətirdən ibarət mənə cədvəl düzədə bilir. 10 sütun 8 sətir. Əvvəl sütun qeyd olunur, sonra sətir qeyd olunur. Bundan artıqını düzədə bilmir. Yəni sizin cədvəliniz standart cədvəldirsə, yəni burada görsənən kimi bir cədvəldirsə və 10 sütun 8 sətirdən çox deyilsə, azdırsa və yaxud da o qədərdirsə, onda bu bölümdən istifadə edə bilərsiniz. Əgər yox, sizin sütun və ya sətir sayınızda burada göstərilən qədərdən daha çoxuna ehtiyacınız varsa, onda insert table deyib bu şəkildə buradan demək, baxın, number of columns'dan column sütunları daxil edə bilərsiniz bura. Number of row-dan row, sətir, sətirləri bura daxil edə bilərsiniz. Avtomatik olaraq demək, sütun ölçülərini götürür özü və daxil eləyir. Burada da müəyyən ölçülər var. Mən onların üzərində durmayacağım. Yəni bura nə qədər deyək ki, sütun yaza bilərəm. Məsələn, belə bir rəqəmi doldurum sizin üçün burada okey deyim. Baxın, göstərir ki, maksimum 63 dənə nə yaza bilərəm? Sütun yaza bilərəm. Düzdür, bunlar testə düşəcək məlumatlar deyil, amma video izah da bilsəz də pis deyil. O mənada deyirəm. Bura daxil eləyəcəm. Baxın, bura bir 5 yazım. Bura bir 5 yazım. Bura daxil eləyəcəm. Yenə yazdım 1, 2, 3, 4, 5, 6, 7, nə bilim, belə 9'ları düzdüm ora. Baxın, burada 32.767 dənə sətir daxil edə bilərəm. Yəni, bundan çox sətir daxil edə bilmərəm. Həmin tətbiq eləyəcəyim cədvəldə. Yaxşı, bu belə. Tutaq ki, mən buradan, baxın, belə insert table deyib cədvəlimi seçəcəm. Cədvəli seçməmişdən öncə sizə belə bir şey deyim. Bax, burada view tabından, onun bəlkə mouse'u kimsə görməz. Belə işarəliyim. View tabından sonraya fikir verərsiniz burada. Burada tools tabları açılacaqdır. Yəni tools tablar nə üçün açılır? Alət tabları. Cədvəl işləyəcəyim deyə cədvəl alətləri açılıb burada görsənəcəkdir. Onları sizə göstərməyə çalışacağım. Okey dedim. Belə bir cədvəl düzəldi. Baxın, view'dan sonra table tools deyə cədvəl alətləri deyəndə 2 dənə tab açıldı. Biri design, biri layout'dır. Demək, dizaynda mən nələri sizə deyim ki, baxaq, yadımızda qalsın. Məsələn, burada pen color var. Yəni, qələmin rəngi, yəni çəkəcəyim cədvəldə o cədvəlin rəngi necə olsun, qələm rəngi necə olsun. Sonra burada ölçüləri var, o kənar xətlərinin ölçüləri. Bunları buradan təyin edə bilərəm. Hal-hazırda 2/1 punktdur. Yəni, burada görürəm onu. Sonra draw table var, cədvəl çəkmək. Yəni, əllə də cədvəl çəkə bilərsiniz əslində siz. O, burada da var. Yəni, insertdə burada da var, draw table. Gəlin, bunu vuraq, buradan bir cədvəl çəkək özümüz. Baxın, bu şəkildə mən cədvəlimi əvvəlcə kənar xətlərini, sonra isə deyək ki, digər xətlərini belə mouse'la çəkməyib yox. Digər xətlərini də belə çəkə bilərəm. Hətta bax, belə xəttə çəkə bilərsiniz. Fərqi yoxdur. Yəni, siz necə istəyirsinizsə, bax, belə bölgülər apara bilərsiniz. Eraser isə təbii ki, bu cədvəli pozur. Cədvəli pozanda, baxın, belə deyək, pozanın bütün hissələri, yəni bu pozma işini görmür. Baxın, üstündə durdum, vururam, pozmur. O, uc hissəsini gətirib, demək, xəttin üzərinə tutmaq lazımdır ki, bu şəkildə, demək, cədvəli neyəyə bilsin, poza bilsin. Yaxşı. Bir də layout bölümü var. Buradan suallar düşə bilər. Layout bölümündə nələr var? Məsəl üçün, bu table hissəsini deməyəcəm. Əsas bura fikir verin. Delete var, silmək. Xananı silmək var, yəni aktiv xananı. Məsələn, mənim kursorum burada durubdur. Delete cell desəm, okey dedim. Baxın, buradakı xananı sildi. Artıq bir dənə xana qaldı.
Delete column var, delete row var. Yəni aktiv olan harda kursorun vurursa söhbət oradan gedir. Oradan sütunu silə bilərəm, sətri silə bilərəm, ümumi cədvəli silə bilərəm. Baxın, burada durduğum cədvəli sildim, amma yuxarıdakı qalır. İndi baxın, burada insert above desəm, yəni kursordan durduğum yerdən nəzərdə tutaraq insert above yuxarıya əlavə elə. Baxın, yuxarıya bir dənə sətr əlavə elədi. Aşağıya əlavə elə, aşağıya bir dənə sətr əlavə elədi. Baxın, burada durmuşam, qabağımda bir sütun var. Lap bura belə bir şey yazım. Bura 5 yazım. Burada 6 yazım. Aha. Baxın, burada durmuşam 6 olan yerdə. Insert left deyirəm. Sola sütun əlavə elə. Bu şəkildə əlavə elədi. Məsələn, 5-də durmuşam. Burada ortada 5 ilə 6-nın ortasında bir dənə sütun var. Insert right deyirəm. Sağa bir dənə sütun əlavə elə. Bu şəkildə əlavə edə bilərəm. Burada merge var. Merge nə edir uşaqlar? Baxın. Merge seçdiyim demək bu sahəni, baxın, birləşdirir. Merge cells, xanaları birləşdirir. Baxın, birləşdirdim, bir dənə xana oldu. Yəni, xanaları birləşdirəndə yazıda saxlayın. Oradakı xanaların hamısı birləşir. Yəni, məsələn, 4 dənə xana var idi. Bu 4 xana birləşir. Yerində bir dənə xana əmələ gəlir. O bir xananı heç vaxt, belə deyək, hesabda yaddan çıxartmayın. Sonra bunları mən birləşdirə bilərəm. Yəni, burada demək, təzədən bölgü apara bilərəm daha doğrusu. Split cells deyirəm. Neçə dənə sütun olsun? Məsəl üçün, burada 4 dənə sütun var idi. Mən də bura demək, 4-ü yazdım belə. Okey dedim. Baxın, belə bölgü eləyir. Təbii ki, indi burada xətti tam bölə bilmir. Bunu da belə özüm nə bilərəm, düzəldə bilərəm. Yəni, çəkərək, o tərəf bu tərəfə çəkərək. İndi mən düz çəkə bilmirəm. Saxlaya bilmirəm onun üstündə, amma mümkündür, yəni eləmək olar. Bu şəkildə tənzimləmələr eləyə bilərsiniz buradan, baxın. Bu hissəni yadda saxlamaq lazımdır. Split table neyinir? Kursorun durduğu yerdən cədvəli bölür. Baxın, durduğum yerdən cədvəli böldüm. 3 aşağıda, biri yuxarıda. Belə bölə bilərəm. Yaxşı. Burada baxın, yazını məsəl üçün yazdım belə. Bura yazdım. Məsəl üçün ada. Seçdim bunu. Seçməsəm də olar əslində, baxın. Yazını bax, belə çevirə bilərəm. Çevirəndən sonra da, bax, bunlar vasitəsilə müəyyən istiqamətlərdə saxlaya bilərəm həmin yazını. Belə, bu layout bölümündən düşə biləcək suallara görə bunları sizə izah elədim. Qayıtdıq yenidən insert-ə. Table-da draw table dedik. Convert text to table var. Mətn hissəsini hər hansı bir cədvəldə göstərmək istəsəm, həmin mətn hissəsini seçirəm. Buradan convert text to table deyirəm. Demək, cədvəldə göstər. Neçə sütunda göstərsə, məsəl üçün 2 sütunmu, 3 sütunmu, 1 sütunmu, bunu buradan təyin edə bilərsiniz belə. Təbii ki, seçdiyim sözü 1 sütunda göstərdi, qalan sütunlar boşdur. Bunu etmək mümkündür. Sonra Excel spreadsheet, Excel'dən cədvəl daxil edə bilərəm. Bir də quick tables var, hazır cədvəllər, yəni şablondur bunlar. Bunları daxil edib üzərində dəyişikliklər eləyə bilərəm. Yəni, məsəl üçün, bunu daxil elədim bura. College sözün dəyişdim nə ilə? Məsəl üçün, dərs sözü ilə belə dəyişdim. Bu şəkildə dəyişib istifadə edə bilərəm. Əgər mənim cızmaq istədiyim və yaxud da hazırlamaq istədiyim cədvələ uyğundursa. Növbəti bölüm qrup daha doğrusu illüstrasiyalardır. İllüstrasiyalarda picture var. Yenidən xatırladıram, insert əlavə eləməkdir. Picture deyirəmsə, şəkil əlavə eləyəcəm buradan. Görək, qovluğu açacaqmı? Belə ki, görsəniz, dayandı yenə. Bağlandı yenə. Yox, bir də açılır. Yaxşı. Mətn hissəsini əlavə eləmədim. Görün, bu qovluğu açacaqmı, açmayacaqsa. Yenə açmadı. Qovluğu açmır. Yenidən yəqin ki, bağlayacaq. Portable olduğu üçün uşaqlar belə işləyir. Yaxşı. Buradan baxaq. Insert, baxın, picture. Yəni, biraz piktoqramlara və yaxud da belə deyək də,
Şəkilləri fərqlidir, animasiyası fərqlidir. Baxın, picture dedim. Burada biraz fərqli açılır əslində. This device deyir, yəni bu sürücüdən, bu cihazdan daha doğrusu. Belə bir pəncərə açacaq. Mən hansı şəkli daxil etmək istəyirəmsə, onu seçib insert deyib daxil edə bilərəm. Burada demək, bu işi bizə görən komanda nə olacaq? Picture. Clip art hazır, yəni Word-ün içində olan rəsmləri daxil edir. Bilmirəm, bunu da açacaqmı, açmayacaqmı? Açmır. Çünki o bölüm yüklü deyilmi? Aha, tamam, buradan baxaq. İnternetə bağlı olan halım var. Clip art on Office Online. Online da götürə bilərəm bunları və yaxud da yaddaşdan buradan axtara bilərəm. Yəni, məsəl üçün, atıram, cat yazsaq nə gətirər? İşləyirmi, işləmir bu bölüm. Yəni, burada məsəl üçün yazdım. Yazandan sonra bu hissəyə demək, müxtəlif əllə çizilmiş rəsmlər gəlir. Onları mən sənədimə əlavə edə bilərəm. Sonra burada shapes bölümü var, figurlar bölümü var. Bu figurları əlavə edə bilərəm. Sonra birini seçdim, belə çəkdim bu şəkildə. Əlavə etmək olar. Smart art var, hazır olan izahlı sxemlərdir bunlar əslində. Məsələn, deyək ki, buradan bir izahlı sxemi seçib əlavələrimi eləyə bilərəm. Bunun daxilinə müxtəlif məlumatları, ortaya bir məlumat, bunları əlaqələndirə bilərəm. Bu şəkildə müəyyən bir izah verəcək bu mənə, təbii ki, daxil elədiyim məlumatlara görə. Sonra chart var, diaqram. Diaqramla işləyəndə yadda saxlamaq lazımdır ki, bu diaqramın kökü mütləq ki, harada olacaq? Excel-də olacaq. Yəni, mənə Excel açmalıdır, bilmirəm. Yəni, bu Portable-da açacaq, yoxsa yox. Baxaq. Yaxşı. Different chart tip deyir. Başqasını seç deyir. Yaxşı, bunu seçək görək. Yox, açmır. Amma seçdiyim zaman hansısa bir diaqram tipin, həmin diaqram tipinə uyğun bir cədvəl açır Excel-də. Mən Excel-də həmin diaqram, belə deyək, cədvəlinin içində dəyişikliklər eləyərək xüsusiləşdirə bilərəm özüm üçün. Xüsusiləşdirdikdən sonra onun məlumatları Word-də diaqram şəklində görsənir. Screenshot isə ekranın şəklini çəkir. Yəni, burada istifadə edib ekranın şəklini çəkə bilərəm. Hyperlink əlaqə qurur hər hansı bir sənədləmi, hər hansı bir, deyək ki, belə deyək. Baxın, burada haradadır kursorum? Baxın, burada durdum. Məsəl üçün, aç dedim. Aç. Seçdim buranı. Hyperlink dedim. Buradan nə açsın mənə? Dokumentsdə başqa bir şey göstərmir. Download bölümünü açsın mənə. Yəni, bunun üzərinə vuranda download açsın. İndi bunun üzərinə gəldim. Kontrolu bastım, saxladım. Baxın, əl işarəsi düşür, vurdum. Yes deyirəm. Mənə download pəncərəsini, baxın, açıb gətirdi. Yəni, hyperlinkdir, keçiddir. Bookmarkdır. Belə deyim sizə, bir sənədin daxilində müəyyən bir yeri işarələyirəm. O yerə tez çatmaq üçün buradan istifadə edirəm. Cross reference-dır, təkrar istinaddır. Bu əslində hara ilə bağlıdır, onu bir sizə deyim. Reference-da burada captions, baxın, captions var, burada cross reference var. Başlıqlara bağlı olan bir link formasıdır. Bunun vasitəsilə mən nə edə bilərəm? Şəkillərə adlar verirəm. Məsələn, şəkil 1, şəkil 2. Gedirəm, tutaq ki, mətnin bir 20-ci səhifəsinə. Orada müəyyən məlumatları yazıram. Sonra yazıram ki, bax şəkil 5-ə. Şəkil 5-ə bax. Normalda kitabda da bu var. Yəni, şəkil 5-ə qayıdıb vərəqləyib baxırsan. Amma bu cross reference-dan etdiyimiz zaman bax şəkil 5 deyir, o hissədə şəkil 5-in üzərində vuranda bizi şəkil 5-ci şəkilə gətirmiş olur.
Bunlar düşmür, sadəcə adları ilə PDF-dən izahlarına baxsaz yetərlidir. Header var, məsələn, başlıq bu şəkildə sala bilərsiniz. Bunun içərisindəki yazını da dəyişə bilərsiniz. Sonra insert-də footer var, eyni ilə baxın. Bunu da belə aşağıdan düşür. Bunu da yenə buradan sözlərini dəyişə bilərsiniz. Page number var, səhifələrin nömrələnməsi, nömrə işarələri hardan düşəcək? Soldanmı, mərkəzdənmi, sağdanmı və s. Buradan da səhifələri nömrələyə bilərsiniz. Sonra burada text bölümü var. Hydrant footer qrupundan sonra text qrupu var. Hazır demək mətin qutularıdır. Adətən qəzetlərdə falan belə rast gəlirik. Bu qutuların hansından istəsəz istifadə edib içərisinə sözlər yaza bilərsiniz belə bu tipdə. Hazır demək sənəd hissələridir. Müəllif məlumatlarını daxil edərsiniz, kateqoriyasını daxil edərsiniz, xüsusiyyət olaraq kommentləri daxil edə bilərsiniz, statusları və s. Sənədə daxil edə bilərsiniz. Yəni vurduğum zaman belə subject belə bir bölüm düşür. Daxilinə yazını yazdım. İndi baxın, çıxdım kənara. Üzərinə gələndə vurduqda yuxarıda subject yazır. Yəni bu deyək ki, sənədin belə deyək də subject haqqında mənə məlumat verir. Sonra burada word art var, söz sənəti. Bu neyir? Yazını burada göstərilən formatlarda yaza bilərsiniz. Yəni bu Home-da da, burada da mövcud idi, amma fərqli bir üslubdaydı. Burada yazanda necə olacaq? Baxın, tutaq ki, birini seçdim. Belə bir yer açılır. Mən bunun daxilində məsəl üçün belə yazdım. Azər deyə qeyd eləyə bilərəm. Sonra burada drop cap var. Aktiv deyil, niyə? Mən burada paste desəm, nə var bu paste-də? Yox. Bir yazı yazın, baxın. Biri var idi, biri yox idi. Vergül falan qoymuram, sadəcə söz mənə lazımdır. Baxın, bu birinci ərifdə durdum, bura aktivləşdi. Baxın, drop cap none var, yəni heç biri. Bir də belə var. Bir də belə var. Yəni nağıllarda bunu görmüş olarsınız. Ona görə oradan yazdım. Signature line var, imza sətri. Bu imza sətrində bir Microsoft Office belə deyək, sertifikatlı kimdənsə aldığım imza ola bilər, identifikator ola bilər. Yəni onu daxil edə bilərəm, əgər varımdırsa, sənədin sonuna imza olaraq onu daxil edə bilərəm. Və yaxud da burada Add Signature Service var. Yenə işləmədi. Yəni buradan imza sətrini daxil edə bilərəm. Necə bir şey düşəcək? Baxın. Demək, belə bir xət çəkilir. Burada X yazılıbdır. Burada aşağıda daxil etdiyim məlumatlara görə, məsələn, ad, soyad falan yazılıb. Burada X nəyə görədir? Yəni, sən imzanı burada at belə. Bunu demək istəyir. Bağlanacaq yenə. Date and time var burada. Date and time-dan mən sənədimin sonunda bugünkü tarixi əlavə edə bilərəm. Object var. Demək, bu OLE texnologiyası ilə olan bir şeydir. Object. Müxtəlif, demək, qrafik proqramlardan o qrafik hissələri Word-ə daxil edə bilərəm. Onların hazırladıqları obyektləri Word-ə daxil edə bilərəm. Sonra symbols bölümü var. Burada equation var, ifadələr, bir də simvollar. Demək, bunu bağlayayım. Məcbur eləyək bağlansın, bir də açılsın. İnşallah simbol bölümü işləyər. Oranı göstərmiş olaram. Yaxşı. Açılmadı niyəsə. Gəlin buradan göstərim. Equation, simbol. Baxın.
Bir hazır simvol ifadələr var, bağışlayın. Bir də sizə əgər belə deyək də sənədə simvol, fərqli simvol daxil etmək istəyirsə, insert new equation deyirəm. Buradan bax belə simvollar açılır. Yəni klaviaturada olmayan çoxlu simvol var, məsəl üçün dərəcə kimi falan. Bir də belə var, məsəl üçün deyək ki, mən daxil eləmək istəyirəm kəsr şəklində nəsə. Bu klaviaturada yoxdur. Seçdim belə. Məsələn, buraya yazıram 3, yuxarıya yazıram 1. Oldu 3-də 1 və s. Belə eləyə bilərsiniz. Sonra baxın, əlavə gəlin hamısına bir baxaq burada. Əlavə olaraq bax, qüvvət üstü var, kök altı ifadələri var, integral var və s. və s. Yəni matriksə qədər demək burada ifadələri daxil etmək olar. Bir də uşaqlar simvollar var. Bir daha çox işlənən simvollar var. Məsələn, copyright-ı burada görürsünüz, tanıdığı simvollardandır. Bir də burada more symbols deyib belə daha çox simvolu görə bilərəm, daxil edə bilərəm. Məsələn, seçdim onu, insert dedimsə, kursorun durduğu yerə daxil eləyəcək. Düz yerdə durmamışdım. Yaxşı, buradan biz çıxış eləyək kənara. Bir də vururam, baxın. More symbol. Məsəl üçün, buradan seçək. Elə bir şey olsun ki, burada olmayan olsun. Məsələn, seçdim, insert dedim. Baxın, daxil elədi bura. Bu şəkildə. Bu da oldu bizdə, demək, Word proqramı, insert tabı, sonra portable-la bitirək. Demək, pages qrupu dedik, tables qrupu, illustration, links, header and footer, text, symbols. Bu bölümləri dedik. Baxın, burada da bu şəkildə görsənir. Burada bu şəkildə görsənir. Insert new equation var. Baxın, bu şəkildə. Yəni, tabda görülən işlər eynidir, sadəcə görünüşləri biraz fərqlidir. Belə. Bu da oldu insert tabı.